ki, yəni bax, itirdin, onun yerini doldur və artıqlamasısan. Yəni onlar belə 40 il, sələflərdən biri deyir ki, 40 il ancaq imamın boynunun arxasına baxdım. Birinci sırada, bir şey nə deməkdir? Yəni 40 il bu adam heç ikinci sırada da dayanmıyor. Həm imamın arxasında dayanır, qabaqda. Yəni həris idilər. Cəmaət namazına. Ümumiyyətlə, əlhəmdülillah sizdə bəzi çatışmamazlıqlar var məndə, yəni məsciddə baxımından. İnşallah ki, elə əməllər eləyin ki, yəni Allah Taala'ya təqdim eləyin, elə əməllər ki, Allah Taala sözdə olan o hissəyi görsün. Vallahi günlərin bir günü görəsən, əlhəmdülillah çağırdılar, elə özləri açdı. Sözə çağırdı ki, gəl ibadət üzrə. Bundan gözəl nə var, vallahi. Amma səhlənkarlıq olsa, yaddan çıxsa, həm dualarda, vallahi bizim əlhəmdülillah bütün hər bir şeyə qadir olan Rəbbimiz var. Bəzən unuduruq, ünvanı səhv salırıq, başqa yerə gidirik, nəsə axtarırıq, kimsə axtarırıq, kimi. Unuduruq aylarla, günlərlə vaxt keçir, yaddan çıxırıq, səcdədə dua edə, başa qoymusan yerə. O, evin onun sahibindən istəginən də, İnsan kimdir ki? Bizi kimi məxluqdur da o da. O da damarında qan gəzdirən adamdır da, qan dayanan kimi o da dayanır, qutardı. Onun sahibindən istəginən. Təsəvvürlə Ömər radiyallahu anh'ın nəvələrindən biri bir gün hansısa xəlifənin dövründə məsciddə olur, haramda. Xəlifə deyirlər ki, Ömər radiyallahu anh nəvələrindən biri buradadır. O da alim, zahid bir adam idi. Deyir ki, gedək göstərirmə, göstərirlər, gəlir yaxınlaşır ona, deyir ki, Allah sənə rəhm eləsin, mən xəlifəyəm. Təbii ki, tanıyır. Deyir, nə ehtiyacım var hissə, denən nə lazımdır, eləyək. Baxır ona, gülümsür, deyir ki, mən Allahın evində ondan qeyrisindən istəməyə utanıram. Deyir ki, yaxşı, çöldəyəm, gözləyirəmsə, işi qutar, ibadəti ilə qutar, gəl çöldə söhbətləri, görüşərik. Çıxır xəlifə çöldə gözləyir, o da ibadətini eləyir, namazını qılır filan, çıxır çölə, biraz danışırlar, yenə deyir ki, nəsə ehtiyacın varsa dinən. Baxır, deyir ki, ey əmr əl-möminin, Allah sənə bərəkət versin, mən dünyanı onun sahibindən istəmirəm, səndən istəyəcəm. Yəni, Allah həmd olsun, təbii ki, bizim istədiyimiz şey axirət, uxravi məsələdir. Amma yenə də, əlhəmdülillah, Allahdan istəmək lazım. Vallahi.